Salam, söz analizi rubrikamız davam edir. Yadınızdadırsa mən Füzulinin mənə badi səba o sərvigürlükdən xəbər verməz misrası ilə başlayan beyti izah eləyəndə aprel ayından danışmışdım. Yaz vaxtı sahib Mehdi Əzzaman tərəfdən əsən küləkdən, ətirli küləkdən danışmışdım. Telepatik bağdan danışmışdım. Həmin qəzəlin deməli son beytində Füzuli belə deyir. Füzuli dəhərdən kam almaq olmaz olmadan giryan, sədəf su almayınca əbri nisandan gövhər verməz. Gördünüzmü? Burada özü də bir daha yaz yağışına, aprel ayına qayıdır. Əbri nisan aprel yağışıdır. Həm də burada Peyğəmbərin məşhur ağladan yanında otur ifadəsinə bir göndərmə var. Bilirsiniz ki, burada ağlamaq, yəni ağlayıb sızlamaqdan söhbət getmir. O Mirzə Ələkbər Sabirin dediyi ağlamaqdan getmir. Burada ağlamaq cəmiyyətin, ətrafın, yəni dünyanın, insanların halına ağlamaq mədəniyyətinin, ağlamaq müdrikliyindən gedir. Füzuli deyir ki, sən deməli ağlamadan, dəhərdən, dövrandan kam ala bilməzsən. Yəni kamil öz zamanında, sağlığında kamil insan kimi yetişə bilməzsən. Necə ki, aprel yağışı malyuska dəyməmiş, o gövhərə çevrilmir. Yəni insanın ağlaya-ağlaya kamilləşməsini, müdrikləşməsini malyuskların aprel yağışı ilə reaksiya girib gövhərə çevrilməsi ilə inanılmaz bir metafora edir. İnanılmaz yəni, heyrətamiz dərəcədə gözəl bir metafora edir. Bu real bir hadisədir, fiziki bir hadisədir, fiziki və bioloji bir hadisədir. Malyusklar yaz vaxtı çıxırlar dəryanın üzünə, aprel yağışı onlara dəyəndə onlar yumulurlar və çəkilirlər dənizin, dəryanın dibinə, suyun dibinə çəkilib, reaksiya gedib gövhərə çevrilirlər. Deməli, Aşıq Ələsgər isə həmin gövhəri yaxşı sözün, mənalı sözün məcazı, simvolu, işarəsi kimi işlədir həmişə. Məsələn, deyir, hər cayı hədiyana sayar, naşı bilməz qiymatını. Əhli ürfan məclisində gövhər misallı yükün. Əhli ürfan o gövhəri tapacaq, o dəryanın dibindən o gövhəri tapıb çıxardacaq o simvolların arxasından və məni başa düşəcək. Başqa dastanlarında da var, deyir ki, bu bağlamanı kim açsa, Ələsgər, nə bilim, sənin bu bağlamanı kim açsa, onun, deyir, gövhər də onun, nə bilim, mükafatı gövhər də onun. Yəni, bir söz gövhəri tapıb mükafatlanacaq, özü ona sevinəcək. Yəni, əslində biz bu intellektual tekstlərin çoxunu oxuyanda, məsələn, o mətnin altındakı mətləbləri ki, tapırıq, sanki bir gövhər, bir qiymətli şey tapırmış kimi sevinirik və Aşıq Ələsgər də bu bənzətmə ilə çox ciddi bir iş görüb, hətta görülür ki, o əvvəl klassik ədəbiyyatda sözü gövhərə oxşadanlar olub və məncə var, mənim də rastıma çıxıb, indi konkret xatırlamıram, amma sözü, ümumiyyətlə söz gövhəri ifadəsi var. Yəni, bu Aşıq Ələsgərdən də əvvəl var. Ancaq heca şeirində bunu Dədə Ələsgər qədər çox və dərindən